İsmail müəllim, sələfi əxlaqı ilə seçilməlidir, yoxsa ibadəti ilə? Gözəl sualdır. Ümumən müminin, müsəlmanın ən gözəl siması onun əxlaqıdır, möhtərəm qardaşlar. Əxlaqsız mümini, müsəlmanı təsəvvür etmək mümkün deyil. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm ümmət üçün bir nümunə idi, əxlaq nümunəsi idi. Biz də onun ümmətiyik, biz ona baxmalıyıq, onun əxlaqınla yaşamalıyıq, yaşamağa çalışmalıyıq. Təəssüf ki, bir çox namaz qılanlar, ibadət edənlər, möminlər görürsən əxlaqına diqqət etmir. Düşünün ki, o əxlaqına diqqət etmədiyi üçün nə qədər insanların ibadətə gəlməsinə maneə yaradır. Nəyə görə deyirlər ki, namaz qılanlar filan işləri görürlər? O namazın nə faydası var? Bəzi namaza gəlməyə belə istəmirlər. Şeytan onlar vəsvəsə verir, imtina edirlər, maneə yaranır. Görsən nə qədər xeyrə maneə yaradırsan. Ona görə mömin düşünməlidir ki, o İslamın əxlaqını, İslamı təmsil edir. İslamın əxlaqını daşıyır. Mühümdür. Sələf və müsəlman, hər bir mömin, hər bir müsəlman ilk növbədə əxlaqını düzəltməlidir, möhtərəm qardaşlar. Böyük bir ölkələrə İslam dini müsəlmanların, tacirlərin əxlaqı ilə çatır. Ona görə əxlaq dinimizdə ən önəmli məsələlərdəndir. Bəli. Yəni, ibadəti ilə yox, əxlaqı ilə seçilməlidir. Əlbəttə, ibadətdən də öncə əxlaqı olmalı. İbadəti heç, ibadət fərzdir, vacibdir, onu etməlidir. Ancaq əxlaqsız olan ibadətin nə faydası var? İbadət edir insan, ancaq söyür, bunun haqqına girir, qeybət edir və görürsən, lazımsız işlər görür və bu ibadətin nə faydası var ona? Ona görə insan çalışmalıdır ki, ibadətlə yanaşı əxlaqını düzəltsin. Hətta digər insanlara da pis nümunə olur. Deyirlər ki, bu da namaz qılandır. Bəli, pis nümunə olur və eyni zamanda insanların namazdan soymasına səbəb olur. Ona görə mümin hər zaman əxlaqını düzəltməlidir, diqqətli olmalıdır. Bəli.